Salam əziz və dəyərli abituriyentlər, çox hörmətli MİQ və sertifikasiya imtahanına hazırlaşan dəyərli müəllimlər, əziz tələbələr. Bu günləri mən sizə Səfəvi Osmanlı müharibələrinin Şah 1-ci Abbasın dönəmindəki Səfəvi Osmanlı müharibələrinin mərhələlərindən danışacağam. İnşallah ki, danışdığım, məlumat verdiyim hissələr sizə faydalı olar və biliklərinizi artırmaqda və möhkəmləndirməkdə yardım etmiş olaram. Keçək mövzunun izahına. Demək, biz bilirik ki, Şah 1-ci Abbas 1629-cu ilə kimi Səfəvilər dövlətini idarə edib. 1587-1629 Şah 1-ci Abbasın hakimiyyət dövrüdür. Hakimiyyətə gəldiyi vaxt Səfəvi Osmanlı müharibəsi gedirdi. Və Səfəvilərin vəziyyəti də ürəkaçan deyildi. Səfəvilər məğlub durumdaydılar. Tez bir müddətdə danışıqlara başlayıb 1590-cı ildə Səfəvi Osmanlı müharibəsinin ikinci mərhələsini bitirdi İstanbul sulhu ilə. Və ölkəni gücləndirmək üçün islahatlar keçirtdi, islahatlar uğurlu oldu, ordu gücləndi, hərbi gücləndi, iqtisadiyyat gücləndi. Yəni ölkənin əvvəlki qüdrəti bərpa olundu. Bu məlumatları Şah Abbas dönəmini oxuyan oxumusunuzsa əgər bilirsiniz, məlumatınız var. Və ölkənin qüdrətini bərpa edəndən sonra Şah 1-ci Abbas ilk məqsəd kimi qarşısına Səfəvilərin Osmanlı işğalı altında olan torpaqlarını geri qaytarmağa məqsəd qoymuşdu. Digər məqsədləri də var idi. Xorasanı Şeybanilərdən almaq, Hörmüzü Portuqallardan almaq və ilk gördüyü iş nə oldu xarici siyasətdə? 1599-cu ildə Xorasanı Şeybanilərdən geri aldı. Bu hadisədən sonra artıq əsas məsələ Osmanlı işğalı altında olan torpaqlarımızın geri qaytarılması məsələsi əsas mövqeyə düşdü, əsas məqsəd kimi qarşıya qoyuldu və bu işi görmək üçün Şah 1-ci Abbas Osmanlılarla müharibəyə başladı. 1603-cü ildə Şah 1-ci Abbas hücum eləyir Təbrizə. Şah 1-ci Abbasın 1603-cü ildə Təbrizə hücum etməsi ilə Səfəvi Osmanlı müharibəsinin 3-cü mərhələsi başlayır. Və burada yazmışam. 3-cü mərhələ 1603-1612-ci illərə əhatə edir. Hansı hadisə ilə başlayıb? Başlanma hadisəsi Şahın Təbrizə hücumu. Hansı hadisə ilə bitib? 1612-ci ildə Sərab sülhü ilə bitib. Müharibə dövründə nələr baş verdi? 3-cü mərhələ dövründə nələr baş verdi? Şah 1-ci Abbas 1603-cü ildə ardıcıl olaraq Təbrizi geri qaytarır. İlk Təbrizi geri qaytarır. Təbrizdən sonra Culfa, Naxçıvan, Ordubad geri qaytarılır. Ordubad şəhərini geri qaytaran zaman Ordubadlılar Osmanlılara qarşı üsyan qaldırıb Abbasa yardım etdikləri üçün Şah 1-ci Abbas Ordubad şəhərinin əhalisini bütün vergilərdən azad edir. Yeganə şəhər Ordubad şəhəridir ki, Şah 1-ci Abbas onu bütün vergilərdən azad edir. 3-cü ildə geri qaytardığı əraziləri bildik. 1604-cü ildə İrəvanı geri qaytarır. Yəni Fursət vilayətini. İrəvanı geri qaytarır. Şah 1-ci Abbas Səfəvi Osmanlı müharibəsinin 3-cü mərhələsində böyük sürgün siyasəti həyata keçirmişdir. Bu siyasətdə iki məqsədi olub. Siyasi məqsəd və iqtisadi məqsəd. Siyasi və ya hərbi məqsəd. Nə idi? Böyük sürgün siyasətində Abbasın siyasi və hərbi məqsədi Osmanlıların hücum istiqaməti üzərində olan bütün ərazilərdən demək, boşaltmaqla, həmin ərazilərin torpaqlarını yandırmaqla o ərazilərdən Osmanlılar gələn zaman orada onların möhkəmlənməsinə mane olmaq və onların geri qayıtmasını təmin etmək. Bu siyasi və hərbi məqsəddə yandırılmış torpaq taktikasından Şah 1-ci Abbas istifadə edir. Və Osmanlının keçəcəyi bütün yerlərdən insanları köçürdür. Oradakı hər bir ərzağı, içməli su qaynaqlarını hamısını ya daşıyır ya da məhv eləyir ki, həmin ərazilərdə Osmanlılar möhkəmlənə bilməsin. Bu həm siyasi, həm də hərbi məqsədi idi. Və Şah 1-ci Abbas böyük sürgün siyasətində ilk olaraq bu işi gördü. İkinci məqsəd nə idi? İqtisadi məqsəd. Böyük sürgün siyasətində Abbasın iqtisadi məqsədi bu idi ki, Azərbaycandan keçib Osmanlı ərazisinə gedən ticarət yollarının istiqamətini dəyişdirmək. Hansı ki, ticarət yolları Azərbaycandan keçib Osmanlı ərazisinə gedirdi, Şah Abbas həmin o ticarət yolunu dəyişdirib yönəltdi İrana tərəf, İsfahana tərəf. Yəni İran körfəzinə tərəf.
Ticaret yollarının yolunu dəyişdirdi. Osmanlıya gedən ticaret yollarının yönünü çevirdi İrana doğru. Bu da böyük sürgün siyasətində Abbasın iqtisadi məqsədi idi. Bundan savayı 3-cü mərhələnin taleyinin əsas taleyini həll edən döyüş Sufyan döyüşüdür. Buna biz 2-ci Sufyan döyüşü də deyirik. 1605-ci ildə Sufyan döyüşündə Şah 1-ci Abbas Turan taktikası ilə Osmanlıları məğlub eləyir. 3-cü mərhələdə 1606-1607-ci illərdə Gəncə, Şirvan və Qarabağ geri qaytarılır və ümumilikdə Azərbaycan torpaqlarının demək olar ki, tamamı Osmanlılardan təmizlənir. 1612-ci ildə imzalanmış Sərab və yaxud da ikinci adı var. İstanbul sülhü ilə Səfəvi-Osmanlı müharibəsinin 3-cü mərhələsi yekunlaşır. Sərab sülhünün 2 dənə önəmli məqamı var. 1. Amasya müqaviləsinin şərtləri bərpa olundu. 1555-ci il müqaviləsi. Şərtləri yəqin ki bilirsiniz. 2. Əgər Osmanlı sultanı, həmin vaxt Osmanlı sultanı 1-ci Əhməd idi. 1-ci Əhməd. Əgər Osmanlı sultanı Rusların tikdirdiyi Terek qalasını dağıtmağa əmr versəydi, Şah 1-ci Abbas ona mane olmayacaqdı. Müqavilənin ikinci şərti buydu. Rusların tikdirdiyi Terek qalasının dağıdılması haqqında Osmanlı əmrinə Şah 1-ci Abbas mane olmayacaqdı. 3-cü mərhələ bundan yekunlaşdı. Səfəvi-Osmanlı müharibəsinin 4-cü mərhələsi də Şah 1-ci Abbasın dövründə başlayıb. 3-cü mərhələ Abbasın dövründə başlayıb, bitdi. 4-cü mərhələdə Abbasın dövründə başlayıb və bitib. 1616-18-ci illərə əhatə edir 4-cü mərhələ. 4-cü mərhələ hansı hadisə ilə başlayıb? Osmanlıların İrəvana hücumu ilə. Hansı hadisə ilə bitib? 1618 Mərənd sülhü ilə. 4-cü mərhələdə qısa müddətli bir mərhələdir. 4-cü mərhələnin bir dənə əsas döyüşü var. 1618-ci ildə baş vermiş Sınıq körpü döyüşü. Sınıq körpü döyüşündə Səfəvi Şah 1-ci Abbas qalib gəlir. Bu döyüşdə Osmanlı və Krım qoşunlarını məğlub edir. Demək ki, bu döyüşdə Osmanlının müttəfiqi də olub Krım, bir yerdə olublar. Osmanlı Krım qoşunlarını Abbas məğlub edir. 1618 Sınıq körpü döyüşündə. Və bu döyüş müharibənin taleyini həll edib 1618-də imzalanmış Mərənd sülhü ilə 4-cü mərhələ yekunlaşır. Mərənd sülhünün şərti nə idi? Cavab. Mərənd sülhünə əsasən 1612-ci ildə imzalanmış Sərab sülhünün şərtləri bərpa olundu. Yəni Sərabda hansı şərtlər var idisə, Mərənddə də həmin şərtlər bərpa olundu. Demək, dolayısı yolla Amasya sülhünün şərtləri də bərpa olundu, amma belə adı yazılmır. Amasya sülhünün şərtlərinin bərpa olunması desə, o Səraba aiddir. Mərənddə bir dənə bu cür cümlə yazır ki, Mərənd müqaviləsində Sərab sülhünün şərtləri bərpa olundu. 4-cü mərhələ yekunlaşdı. Bundan sonra bir ara münasibətlərdə, Səfəvi-Osmanlı münasibətlərində müttəfiqlik, daha doğrusu dostluq münasibətləri quruldu. Çünki həmin vaxt Osmanlıda hakimiyyətə 2-ci Osman gəlir. 2-ci Osman da Şah 1-ci Abbasın dostluq münasibətlərində olub. Və 2-ci Osmanın dönəmində Şah 1-ci Abbas Osmanlı ilə müharibəsi falan yoxdur. Səfəvi-Osmanlı müharibəsi yoxdur. 2-ci Osman gənc yaşında qətlə yetirilir, öldürülür. 2-ci Osmandan devrilməsindən sonra artıq yenə də Səfəvi-Osmanlı münasibətləri pozulur və artıq yeni müharibənin ayaq səsləri eşidilməyə başlayır. Həmin vaxt Bağdad əhalisi Osmanlı zülmündən Abbası kömək üçün müraciət edirlər. 1622-ci ildə Şahın, yəni Abbasın İraqa hücumu ilə, Bağdada hücumu ilə Səfəvi-Osmanlı müharibəsinin 5-ci mərhələsi başlayır. 5-ci mərhələ 1622-39-cu illərə əhatə edir. Başlayıb Abbasın İraqa hücumu ilə, bitib Qəsr-Şirin müqaviləsi ilə. Aydındırmı? Şah 1-ci Abbasın dövründə başlayıb, amma onun dövründə bitməyəcək. Şah 1-ci Abbas bu mərhələdə vəfat edəcək. 3 və 4-cü mərhələlər Abbas başlayıb bitirib. Amma 5-ci mərhələyə Abbas başlasa da bitirməyəcək. Çünki vəfat edib hakimiyyətdən gedəcək. 1625-ci mərhələ dövründə 1622-23-cü illərdə Şah 1-ci Abbasın öndərliyi və komandanlığı ilə Səfəvi ordusu bütün İraqı tabe elədi. Bağdad, Mosul, Kərbəla, Nəcəf, Kərkük bütün İraq tabe edildi. Ərəb İraqa, hamı Əzəm İraqa, bütün İraq tabe edildi. 1629-cu ildə Şah 1-ci Abbas vəfat edir. Şah 1-ci Abbasın vəfatından sonra Səfəvi taxtına Şah 1-ci Seyfəddin, yəni qısa adla Şah 1-ci Səfi çıxır, əsl adı Seyfəddindir.
Seyfi, Allahın qılıncı mənasını verir. Amma bizim dildə bəzi dəyişikliyə və deformasiyaya uğrayıb bu söz səfi adlandırılır indiki dövrdə. Mənbələrdə adı belə qeyd olunub. Əsl adı isə belə deyil. Yəni. Şah Səfi hakimiyyətə gəlir. 1629-1642-ci illərdə hakimiyyətdə olub Şah 1-ci Səfi. Şah 1-ci Səfi Abbasın 1622-23-cü ildə geri qaytardıq İraqı itirir. Ərəb İraqını itirir. Şah 1-ci Səfinin dövründə, 5-ci mərhələ dövründə Osmanlı Sultanı 4-cü Murad Azərbaycana hücumlar edir. Ərəb İraqını da alır Şah 1-ci Səfidən. Şah 1-ci Səfinin dövründə 1639-cu ildə imzalanmış Qəsr-Şirin sülhü ilə Səfəvi Osmanlı müharibəsinin 5-ci mərhələsi yekunlaşır. Qəsr-Şirin sülhünün şərtləri nə idi? İrəvan Səfəvilərdə qaldı. Amasyanın şərtləri bərpa olundu. Ərəb İraqı Osmanlılara keçdi. Səfəvilər Van, Qars, Axalsıq qalalarına hücum etməyəcəklərinə təminat verdilər. Bundan başqa, bəzi ərazilər ki vardı, Axalsıq, Axalkələk, Van, Qars, bunlar da Osmanlı ərazisi hesab olunurdu. Və Səfəvilərə də Zəncir qalasından, əvvəl bu şərti verərdi, daha indi vermir. Zəncir qalasından şəhərdəki torpaqlar Səfəvilərə verilir, daha bu şərt yoxdur hal-hazırda. Yəni bu cür yadda saxlayın. Amasyan şərtləri bərpa olundu. İrəvan Səfəvilərdə qaldı. Səfəvilər Van, Qars, Axalsıqa hücum etməyəcəklərinə söz verdilər. Bir də ki, bu müqavilənin şərtlərinə əsasən Ərəb İraqı da Osmanlılara keçdi. Bu şərtlərlə Qəsr-Şirin müqaviləsi imzalandı və Səfəvi Osmanlı müharibəsinin 5-ci mərhələsi yekunlaşdı. Bundan sonra münasibətlərdə təqribən 100 ilə yaxın bir dövrdə sakitçilik, yəni sabitlik olacaq. Ta ki bir də 1730-31-ci illər, 32-ci il, o dövrdə, 30-cu illərdə yenidən münasibətlər korlanıb müharibə baş verəcək. Onda artıq Səfəvilərin dağılma dövrünə düşür. Növbəti dərslərdə inşallah onu da izahını verərək. Sağ olun, kanalıma gəldiyiniz üçün təşəkkür edirəm. Videoları bəyənməyi və kanala abunə olmağı unutmayın. Təşəkkürlər.